Universitet sizə əmək bazarına hazırlayır, yoxsa sadəcə imtahanlara? Mənim fikrimcə xeyr, çünki universitet daha çox nəzəriyyə tələb edir. Elə bunu imtahanda da görmək olur. Daha çox nəzəriyyə üstünlük verilir. Son semestr, yəni 4-cü kursda artıq praktikaya, təcrübəyə hazırlayır. O da məncə qısa bir müddətdir və 1-ci kursdan başlasa daha yaxşı olur. Çünki jurnalistika mənim şəxsən ixtisasım praktika daha çox tələb edir, nəinki nəzəriyyə. Universitet sistemi daha çox nəzəriyyə yönümlüdür. Əmək bazarı isə daha çox praktika tələb edir. Bu səbəbdən tələbələr öz ixtisaslarına uyğun iş tapa bilmirlər. 4 illik təhsil sisteminin 3 il yarımı nəzəriyyə, yarım semestri praktika olması tələbələri bir qədər geri salır. Əslində imtahanlara daha çox hazırlayır, əzbərçilik falan. Bunlar daha çoxdur. Düşünürəm ki, biraz praktika yönümlü təhsil olsa, bizim gələcəyimiz üçün də həm əmək bazarına hazırlamaq olaraq da daha yaxşı olar. Əslində imtahanlara hazırlayan universitetlər də var, fakültələr də var, amma mən düşünürəm ki, universitet həqiqətən də əmək bazarına hazırlamalıdır və ən əsas məsələ ondan ibarətdir ki, universitetlərdə nəzəriyyə dərsləri, mühazirə yönümlü dərslərin əvəzinə biraz praktik yönümlü fəaliyyətlər olsa daha məqsəd uyğun olar. Əslində hazırlayır, amma nəzəri biliklərlə yetinmək olmaz. 4-cü kursda praktika olur, o 3-4 ay davam edir, amma düşünürəm ki, 3-4 ay çox azdır. Nəzəri biliklərlə yanaşı praktika da lazımdır. Məncə universitet həm imtahanlara, həm də əmək bazarına hazırlayır. Təbii ki, sadəcə universitet biliklərindən kifayətlənmək düzgün deyil. Biz həmçinin universitet vaxtımızda düşünürəm ki, özümüzü inkişaf etdirməliyik. Təbii ki də imtahanlara hazırlayır. Ancaq heç deyə bilmərik ki, heç bir məlumat öyrənmirik. Burada təbii ki də öz gələcək ixtisasımıza, öz gələcək perspektivimiz baxımından da müəyyən qədər inkişaf edirik. Universitet imtahanlardan əlavə əmək bazarına da hazırlayır, amma burada tələbənin, ümumiyyətlə insanın özündən də çox şey asılıdır. Şəxsi inkişaf barədə öncə tələbə düşünməlidir. Bundan sonra da əmək bazarına qismən hazırlanmış olacaq.